Qarın piylərinizi əritmək istəyirsinizsə, indi adlarını deyəcəyim 4 qidadan mütləq uzaq durun. 1. Ağ un. Ağ undan hazırlanmış çörək və şirniyyatlar qandakı şəkər səviyyəsini sürətli şəkildə artırdığı üçün bu da sizin kökəlməyinizə, özəlliklə qarın hissədə piylərin toplanmasına səbəb olur. 2. Pivə. Pivə bədənimizdə kortizol, yəni stres hormonunu artırır. Təbii ki, insan stresə düşdüyü zaman çox yeyir. Bundan başqa pivənin tərkibində olan alkoqol da bədənimizdə maddələr mübadiləsini zəiflətdiyi üçün bu da sizin kökəlməyinizə gətirib çıxarır. 3. Şəkərli içkilər. Şəkərli içkilər yüksək kaloriyaya sahib olduğu üçün bu bədəninizdə çəkinin artmasına və özəlliklə də insulin səviyyəsinin pozulmasına gətirib çıxarır. 4. Kartof cipsləri. Kartof cipslərinin tərkibində olan trans yağlar, yüksək miqdarda dadlandırıcı və duz sizi kökəltməklə yanaşı, həmçinin bədəninizdə xərçəngə səbəb ola bilir. Buna səbəb qızartma prosesi zamanı kartof cipslərində yaranan akrilamid maddəsidir. Çalışın ki, bu qidaları yeməmişdən qabaq 2 dəfə fikirləşəsiniz. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, bəyən düyməsinə basmağı və kanalımıza da abunə olmağı unutmayın.